Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Başlayaq sualların izahına. Neft çıxarma və neft daşıyan sözlərinin fonetik təhlili ilə bağlı səhvi göstər. Tələffüz etdiyim zaman hər iki sözdə səs düşümünün yaşandığını görürük. Ona görə variant A-dır. Hər iki sözdə hərf və səs tərkibi eynidir. Eyni deyil. Hər iki sözdə səs düşüb deyə səs hərflərdən azdır. Hər iki söz 4 hecalıdır. Hər iki sözdə vurğu sona düşür. Hər iki sözdə bütün hecalar samitlə başlayır. Hər iki sözdə uzun sait yoxdur. Bəli, bu fikirlərin hamısı doğrudur. Variantımız olacaq A variantı. Əvəzliklərin məna növünə əsasən uyğunluğu göstərin. Gəlin əvəzlikləri tapaq. Mənim, həmin, kimi isə, nə qədər, hər. Mənim şəxs əvəzliyi, həmin işarə, kimi isə qeyri-müəyyən, nə qədər sual əvəzliyi, hər təyin əvəzliyi sayılmış olur. Variantımız o səbəbdən də C variantıdır. Bəli, 1-ə qoyublar şəxs əvəzliyi, 2-yə qoyulub işarə, 3-ə qoyulub qeyri-müəyyən, 4-ə qoyulub sual, 5-ə qoyulub təyin əvəzliyi. Həsən əvvəlki vərdişlərindən əl çəkərək nəzakətli və çalışqan şagird olmuşdu. Cümləsində işlənmiş düzəltmə sözlər. Düzəltmə sözlər cəmi 3 dənədir. Deməli, cavabımız olacaq burada C variantı. Başlanğıc formadadırlar, bəli, düzdür. Çünki hər birində leksik də var deyə leksik daxil başlanğıca getmiş olur. Kökləri eyni nitq səsidir, xeyri. Əvvəlki sözünün kökü zərf, nəzakətli sözünün kökü isim, çalışqan sözünün kökü feildir. Sintaktik yolla əmələ gəlib səhvdir. Çünki sintaktik yol mürəkkəb sözlərə aid olan bir yoldur. Amma bu üç sözün üçü də düzəltmə sözdür, yəni morfoloji yolla əmələ gəlib. Yazılış və tələffüzü fərqlənir, xeyr. Nəzakətli sözündən başqa bu iki sözün yazılış və tələffüzü fərqlənmir. Hər birində səs uzaması var, xeyr. Nəzakətli sözündən başqa əvvəlki və çalışqan sözlərində səs uzanması yoxdur. Üçüncü sualın cavabı C variantı. Sual 4. Yalnız bir mübtəda və bir xəbərdən ibarət olan cümləni seçməliyik. Variantımız A variantıdır. Çətin oldu xəbər. Nə çətin oldu? Dünən kənddən gələn hörmətli qonaqları qarşılamaq. Bəzən burada bəziləri dünən sözünə zərf deyir. Yadda saxlayın. Dünən çətin ola bilər nəsə, amma nə çətindir? Yəni sən dünən nəyin çətin olduğunu bilmirsənsə, dünəndən çətin olduğunu uzlaşdırma bir-biri ilə. Ona zərfli demə. Dünən qonaqları qarşılamaq çətin olub da. Yəni bu sənin dünənin bu qarşılamağa daha çox meyillidir. Yəni qarşılamaqla daha çox əlbir ola bilir. Ona daha çox uzlaşır. Yəni dünən 1000 dənə şey çətin ola bilər. Məhz qarşılamaq çətindirsə, sənin dünən saydığın zərflik məhz qarşılamağın içində tərkib olaraq getməyi istəyir. Yadda saxla. Mənim xoşum üçüncü növ oxşayır. Xoşum gəlmir, frazeoloji birləşmədir. Bəs indi bunu necə eləyim? Mənim xoşum bir yerdə üçüncü növmü olsun? Yəni hamısını arasına daxil eləyimmi? Yoxsa xoşum gəlmir, frazeoloji birləşmə mi olsun? Yəni bu xoşum sözü üçüncü növün tərkibində mi geçsin, yoxsa frazeolojinin tərkibində mi? Əlbəttə ki, belə arada qalırsınızsa, bilin ki, bu tiplərdə İncilik olmasın deyə hamısı birlikdə xəbərdir. Yəni, mənim xoşum gəlmir ifadəsini birlikdə xəbər götürmək üçün bütün cümləni xəbər götürməliyəm. Mənim dərsini oxumayan, vaxtını boş keçirən uşaqlardan xoşum gəlmir. Bu formada götürməliyəm. Asif və Nərgizin dostları məclisə gecikmişlər. Burada məclisə ikinci növ təyini söz birləşməsi deyə olmaz. Əlinin uşaqlığı və gəncliyi yadına gəlmirdi. Burada da əlinin yadı bir növ üçüncü növə oxşuyur da, düzdürmü? Amma yadına gəlməkdə məcazilik var. Bəs necə eləyim? Heç nə, hamısını bir yerdə xəbər götür. Çünki burada yadına sözü arada qalmağı xoşlamır. Yəni bilmir ki, üçüncü növün tərəfi olsun, yoxsa frazeoloji birləşmənin daxilində olsun. Elə bir tərəddüdünüz varsa, deməli orada elə hamısı bir yerdə bir cümlə özüdür. Məsələn, Hüseyin müəllimin dediyinə görə, hansı Hüseyin müəllimin? Sinif rəhbərimiz. Ən azı burada bir təyin gördük, burada bir zərflik var. Deməli, burada məhz mübtəda və xəbərdən ibarət deyil. Cavabımız 4-də oldu, A variantı. Hansı sıradakı sözlərə saitlə başlayan şəkilci qoşulduqda söz kökünün ikinci hecasındakı sait düşmür? Variantımız Y variantı olacaq. Ümumiyyətlə, nağıl, üfüq, taxıl, paxıl, müdir bu sözlər həm halda, həm də mənsubiyyətdə saitini olduğu kimi saxlayır. Yəni, bunlar bir növ istisnadır. Elə bilirəm, düşər, amma düşməz, saiti düşməz. Yəni, heç bir məqamda nə halda düşər, nə də mənsubiyyətdə. Cavabımız olacaq Y variantı.
Sual 6 ilə davam edək. Müharibənin ilk qışı sərt gəlmiş, özü ilə boran, çiskin, ayaz gətirmişdi. Nümunədə altından xətt çəkilmiş, deməli, sözlərlə bağlı hansı fikir səhvdir? Variantımız olacaq burada C variantı. Çünki özü ilə boranı, çiskini, ayazı gətirmişdir. Adlı halda deyil. Təkdə olan ümumi isimlərdir, düzdür. Cümlədə həmcins üzvlərdir, düzdür. Quruluşuna görə sadə isimlərdir, düzdür. Hər üçü nə sualına cavab verir? Bəli, düzdür. Qeyri-müəyyən təsirlidirlərsə, nə sualına cavab vermələri düzgündür. 7. Nümunələrin birində eyni köklü sözlər işlənmişdir. Variantımız olacaq C variantı. Yağışdan çıxdıq, yağmura düşdük. Baxın, hər ikisi düzəltmədir. Hər ikisinin kökü eyni nitq hissəsidir. Hər ikisinin kökü eyni mənadır. Cavabımız oldu C variantı. Amonim olmamasına səbəb digərlərindən fərqlidir. Şərti ödəyən sözü seçin. Biraz şərt qarışıqdır, amma siz başa düşəcəksiniz ki, söhbət nədən gedir. Baxaq, qocalar. Bax, burada düşüncə, almadan, süzmədən, düşüncə, almadan, süzmədən bu tip vurğu dəyişməsinə görə problem yaşayır. Amma qocalar sözü, biri var filan kəs özünə baxmasa, vaxtında nə edər qocalar? Bir də var deyirəm ki, qocalar evi. O zaman bu formada olacaq. Yəni, amonim olmamasına səbəb bu nümunənin vurğusu olmadı da. Burada, məsələn, elə başlanğıc forma fərqinə görə amonim olmadı. Cavabımız Y variantı sayılır. Gələk 9-a. Şeir parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin. Bilməm nə üçün inanmışdım sizə mən, düşməmişdim hər dolaşıq izə mən. Vurğun deyər, aşiqəm gül üzə mən, qoy dolanım o gözəllər başına. Baxın, bu formada işarə elədim. Nə üçün sual əvəzlidir çıxdı? Hər təyin əvəzlidir çıxdı. O işarədir çıxdı. Sizə, mən. Bunlar da şəxs əvəzliyi sayılırlar. Məsdər tərkibi işlənmiş cümləni seçməliyik. Variantımız C variantı. Həqiqəti ortaya çıxarmaq heç də asan deyil. Burada, bəli, məsdərin tərkibi var. D-də yorulmaq bilmir. Y-də ümumiyyətlə idman etməkdə tərkib yoxdur. Burada da tərkib yoxdur. Burada da tərkib yoxdur. Variantımız olacaq C variantı. Ümumiyyətlə tərkib axtarmaq üçün, məsələn, məsdər tərkibindən tutaq ki, söhbət gedirsə, məsdər özündən qabaqda olanları özünə tərkib seçir. Yəni, məsdər gəlsin, sonra söz gəlsin deyək, hə, burada tərkib var, xeyr. Yəni, tərkiblər üçün təsriflənməyən formanın sol tərəfindəkilər onun daxilinə girmiş olur. Aha, söz birləşməsi ilə bağlı səhvi göstərməliyik. Variantımız olacaq burada D variantı. Görək niyə? Onun dediyi aslı tərəfi əvəzli ilə ifadə olunmuş üçüncü növ təyinli söz birləşməsidir. Xeyr. Ümumiyyətlə, əsas tərəfdə D üstəgəl mənsubiyyət varsa, o fe'li birləşmə olduğunu qoruyub saxlayır. Çünki D üstəgəl mənsubiyyət bir yerdə şəkilçidir. Burada ismin kateqoriyası yoxdur. Birlikdə D üstəgəl mənsubiyyət deyə bir fe'li sifət şəkilçimiz var. Yəni, burada aslı tərəfi əvəzli ilə ifadə olunub, razıyam, amma üçüncü növ təyinli söz birləşməsi sayılmır, fe'li birləşmə sayılır. Şagirdlər yarışanda aslı tərəfi subyekt olan fe'li birləşmədir. Subyekt yəni şəxs, canlı deməkdir. Atın qaçışı üçüncü növ təyinli söz birləşməsidir. Əsas tərəfi düzəltmə isimlə ifadə olunub. Bağdakı meyvələr birinci növ təyinli söz birləşməsidir. Aslı tərəfi düzəltmə sifətlə ifadə olunub. Alın yazısı ikinci növ təyinli söz birləşməsidir. Əsas tərəfi düzəltmə isimlə ifadə olunub. Hansı cümlələrdə ismi birləşmələr təyin funksiyasındadır? Variantımız olacaq C variantı. 1, 2, bir də 4. Baxaq. Hansı Sərxan Leylanın qardaşı? Hansı Tərlan neftçinin oğlu? Baxaq.
Məhəmməd yazdığı məktubu poçta apardı. Aha, burada görürəm ki, təyin funksiyasında deyil. Məktubu, hansı məktubu yazdıq? Ona görə 5-i götürməmişəm. 1, 2, 4. Bir dənə də qaldı, bəli. Hansı qəmbər sex rəisi? Cavabımız C variantıdır. Bax, məsələn, burada həkim, hansı həkim cavan. İsmi birləşmə var, amma təyin funksiyasında deyil də. Parçalanaraq təyin və mübtəda funksiyasında oldular. 13. Mürəkkəb söz birləşmələrini göstərin. Cavabımız olacaq burada A variantı. 2, bir də 5. Bax, köməkçi nitq hissələri var ha. Onlar bilirsiniz ki, mürəkkəbliyi yaratmırlar da. O səbəbdən də 3 və 4 sadə birləşmədir. Birdə də həll olunmaq bir sözdür deyə mürəkkəb tərkibi feillər bir söz sayılır deyə. Bu 1, bu da 1, 2. Ümumi 2 söz sadə birləşmə sayılır. Cavabımız oldu 2 və 5. Hansı cümlədə zərf təyin funksiyasındadır? Variantımız olacaq burada C variantı. Ümumiyyətlə, zərf normalda zərflik funksiyasında olar da, əsasən zərflik funksiyasında olur. Amma zərfin təyin funksiyası üçün yuxarı sinif, aşağı mərtəbə bu tip ifadələr olmalıdır. Yəni, qısası yer zərflər olmalıdır, yuxarı aşağı tip yerlər və özlərindən sonra gələk isim gəlsin ki, onlar təyin funksiyasında olsunlar. Cavabımız oldu C variantı. Cümlələrdən birində, bir dəqiqə görün, başqa bir variantda, aha, elə bunu istəyirdim sizdən. Görün, başqa bir variantda bizi çaşdıran məqam varmı? Var. Məsələn, B-də. Çayın yuxarı sahillərində. Artıq burada 3-cü növ təyini söz birləşməsi olduğuna görə sən burada yuxarı sözünü birləşmənin içərisində götürürsən. Yəni, burada yuxarı sözü hansı sualına cavab vermir. Çayın sahilləri hissəsi bir yerdə birləşmədir deyə onun arasına daxil olub. O səbəbdən də B variantında təyin funksiyasında olmadı. Cümlələrdən birində yer, tərz hərəkət və zaman zərfləri işlədilmişdir. Variantımız olacaq burada C variantı. Deməli, yer, tərz hərəkət bir də zaman axtarırıq. Qabaqda, yan-yana, hərdən bir. Cavabımız oldu C variantı. Gələk 16-ya. Hansı cümlələrdə feili bağlama tərkibi işlənmişdir? Variantımız olacaq C variantı. 3, 4, bir də 5. İnsanda inam yaratdıqda ağır xəstəliyi belə müalicə etmək mümkündür. Burada bir feili bağlamanın tərkibi var. Həyat tərzi dəyişdikdə burada da var. Hava qaralmamış aşırımdan keçməliyik. Burada da feili bağlamanın tərkibi var. Baxın, feili bağlama tərkibi üçün minimum 2 söz olmalıdır onun tərkibində ki, orada feili bağlama tərkibi olsun. Burada feili sifətdir. Burada da feili bağlama yoxdur. Cavabımız C variantı. Hansı variantda qoşma qoşulduğu sözlə birlikdə digərlərindən fərqli cümlə özü kimi çıxış edir? Cavabımız B variantı. Görə niyə? Anam kimi hərəkətin yanında olduğuna görə zərflidir. Ayna tək hərəkətin yanındadır deyə zərflidir. Mənə tərəf hərəkətin yanındadır deyə zərflidir. Mənim kimi hərəkətin yanındadır deyə zərflidir. Məhz B variantında deməli, hərəkətin yanında deyil deyə təyin sayılır. Necə həvəsi? 18. İqtisadi qeyri-bərabərlik və yoxsulluq gəlir, təhsil və resurslara çıxışdakı ciddi fərqlərdən qaynaqlanır. Əsas səbəblər arasından zəif təhsil imkanları, korrupsiya və qeyri-şəffaf idarəetmə dayanır. Gəlir bərabərsizliyi, işsizliyə və sosial gərginliyə səbəb olur. Təhsil və peşə təlimlərinin əlçatanlığı bu fərqləri azalda bilər. Proqressiv vergi sistemi sosial proqramları maliyyələşdirmək üçün effektiv vasitədir. Sosial təminat proqramları yoxsulluğun təsirini azaldır və cəmiyyətin zəif təbəqələrini dəstəkləyir. Gender bərabərliyinin təşviqi ilə gəlirlərinin artmasına müsbət təsir göstərir. Texnologiyanın hər kəs üçün əlçatan olması gələcəkdə bərabər imkanlar yarada bilər. İsveç, Norveç və Çin kimi ölkələr bu sahədə uğurlu nümunələr təqdim edir. Yoxsulluğun azaldılması üçün inklüziv siyasətlər və resursların ədalətli bölüşdürülməsi vacibdir. Nə istəyir bizdən? Deyir ki, biri yanlışdır. Baxın, Y-dən başlayıram elə.
Gender bərabərliyinin təşviqi yoxsulluğun tamamilə yox olmasına səbəb olur. Baxın, burada elə bir məqam yoxdur da, gender bərabərliyinin təşviqi ilə ailə gəlirlərinin artmasına müsbət təsir göstərir. Yəni, müsbət təsir göstərir, o demək deyil ki, yoxsulluq tamamilə yoxa çıxır. Yəni, sadəcə irəliləyiş olur da, bunu bu formada yadda saxlayın. İqtisadi qeyri-bərabərlik gəlir, təhsil və resurslara çıxışdakı fərqlərdən qaynaqlanır. Elə birinci cümləmiz o idi. Təhsil və peşə təlimlərinin əlçatanlığı qeyri-bərabərliyi azalda bilər, tam yoxa çıxartmır. Progressiv vergi sistemi sosial proqramları maliyyələşdirmək üçün effektiv vasitədir. İsveç və Norveç iqtisadi bərabərsizliyinin azaldılmasında uğurlu nümunələr təqdim edir. Cavabımız oldu Y variantı. Baxın, burada məsələn Çin də var da, düzdürmü? Deyə bilərsiniz ki, bəlkə burada Çin sözü yox. 19-cu sualdan davam edək. İnkişaf etmiş ölkələr yüksək iqtisadi, sosial və texnoloji inkişaf səviyyəsinə malikdirlər. Bu ölkələrdə adam başına düşən ümumi daxili məhsul yüksəkdir və əhalinin həyat səviyyəsi yüksəkdir. Təhsil və səhiyyə xidmətləri geniş yayılmış və əlçatandır. Urbanizasiya səviyyəsi yüksəkdir, yəni əhalinin əksəriyyəti şəhərlərdə yaşayır. Sənaye və xidmət sektorları iqtisadiyyatın əsas hissəsini təşkil edir. Əhalinin təhsil səviyyəsi yüksəkdir, bu da innovasiya və texnoloji inkişafı dəstəkləyir. İnfrastruktur inkişaf etmişdir, nəqliyyat və rabitə şəbəkələri geniş və müasir standartlara uyğundur. Siyasi sabitlik və güclü hüquq sistemi mövcuddur. Ətraf mühitin qorunmasına və davamlı inkişafa xüsusi diqqət yetirilir. İsveçrə, Norveç, ABŞ, Yaponiya və Almaniya kimi ölkələr inkişaf etmiş ölkələrə nümunədir. Bu ölkələrdə orta ömür müddəti yüksəkdir və sosial təminat sistemləri güclüdür. İnkişaf etmiş ölkələr qlobal iqtisadiyyatda mühüm rol oynayır və beynəlxalq siyasətdə təsir gücünə malikdir. Baxaq, yanlış istəyir. İnkişaf etmiş ölkələrdə adam başına düşən ümumi daxili məhsul yüksəkdir və əhalinin həyat səviyyəsi yüksəkdir. Bu ölkələrdə təhsil və səhiyyə xidmətləri geniş yayılmış və əlçatandır. Sənaye və xidmət sektorları iqtisadiyyatın əsas hissəsini təşkil edir. İnfrastrukturu inkişaf etmişdir, nəqliyyat və rabitə şəbəkələri geniş və müasir standartlara uyğundur. İnkişaf etmiş ölkələrdə əhalinin əksəriyyəti kənd yerlərində yaşayır. İnkişaf edibsə, bəli, bu hissədə bir yanlışlıq var. Cavabımız olacaq Y variantı. Baxaq, beynəlxalq siyasətdə təsir gücünü göstərir. Bu ölkələrdə orta ömür müddəti yüksəkdir və sosial təminat sistemləri güclüdür. Ay sağ ol. Yəni, burada elə bir fikir yoxdur ki, kənd yerlərində yaşasınlar. Cavab Y variantı. Hansı suala cavab yoxdur? Kosmik tədqiqatlar yerə faydalı resursların tapılmasında yeni üfüqlər açır. Ayda su və Marsda metan izlərinin aşkarlanması insan həyatının kosmosda davam etdirilməsi üçün mühüm məlumatdır. Asteroidlərin mədənçilik məqsədi ilə araşdırılması gələcəkdə iqtisadi inqilaba səbəb ola bilər. NASA və SpaceX kimi təşkilatlar artıq bu istiqamətdə ciddi irəliləyişlər əldə ediblər. Görə bizdən nə istəyir? Nəyə cavab yoxdur? Bugün təsadüfdən bütün mətnlərimizin cavabı Y-dir. Marsda su ehtiyatı aşkarlanmış insan həyatı üçün önəmlidirmi? Bunun cavabı yoxdur. Yerə faydalı resurslar axtarışı necə gedir? Metan izlərinin aşkarlanması harda olub? Hansı təşkilatlar kosmosla bağlı ciddi irəliləyişlər əldə edib? İnsan həyatının harda davam etmə ehtimalı var? Baxın, hər birinin də cavabını yazım ki, daha rahat olsun bizə. Yerə faydalı resurslar axtarışı necə gedir? Kosmik tədqiqatlar yerə faydalı resursların tapılmasında yeni üfüqlər açır. Artıq bir-bir sadalayır ki, Ayda su və Marsda metan izlərinin aşkarlanması insan həyatının kosmosa davam etdirilməsi üçün mühüm məlumatdır. Daha sonra metan izlərinin aşkarlanması harda olub? Marsda. Daha sonra hansı təşkilatlar kosmosla bağlı ciddi irəliləyişlər əldə edib? NASA, bir də SpaceX. D-də insan həyatının harda davam etmə ehtimalı var? Kosmosda. Yəni, qısası bütün suallara cavab var, amma Marsda su ehtiyatı aşkarlanması insan həyatı üçün önəmlidirmi? Bu sualın cavabı yoxdur. Belə əziz müdavimlər, ümid edirəm ki, sınaqlarımız, mətnlərimiz sizlərə faydalı olur. Ümid edirəm ki, nəticələriniz get-gedə artmış olacaq. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.